Bəhruz müəllim, İstərdim həmin dövrə qayıdaq və Ulu Öndərin birbaşa rəhbərliyi ilə Konstitusiyanın qəbul olunması bilirik ki, baş verdi, hazırlandı və ümumxalq səsverməsi yolu ilə bu əsas qanun qəbul olundu. O dövrdə mürəkkəb şəraitdə demokratik dəyərlərə uyğun, eyni zamanda xüsusilə qeyd olunduğu kimi o milli dəyərləri də, tarixi, irsi dəyərləri də qoruyub saxlamaq şərti ilə belə bir ali sənədin hazırlanması necə mümkün oldu? Qeyd etdiyimiz kimi mürəkkəb vəziyyət idi, həddən artıq mürəkkəb vəziyyət idi. Ölkənin özündə belə sabitlik yaratmaq çox müşkül məsələ idi, amma qısa müddətdə buna nail olmuşdu. Necə mümkün oldu və bu müddət ərzində Azərbaycan Konstitusiyası təkmilləşməyi necə bacarıbdı və o degradasiyalardan necə sığortalana bilib? Təşəkkür edirəm. İlk növbədə mən də Konstitusiya günü münasibəti ilə hər birimizi, eyni zamanda bütün tamaşaçılarımızı təbrik edirəm. Əvvəlcə ondan başlayaq ki, biz müstəqillik niyyətimizi bəyan edərkən 18 oktyabr 91-ci il dövlət müstəqilliyi haqqında Konstitusiya haqqında Konstitusiyanın ən qısa müddətdə qəbulu ilə bağlı qarşıya vəzifə qoymuşduq. Və baxmayaraq ki, qarşıda aydın formada yazılmış hədəflər müəyyən olunmuşdu, nə o zamanki hakimiyyət, nə həmin dövrdə müxalifətdə olmuş axıcı Azərbaycan Xalq Cəbhəsi, bunların heç biri aidiyyət formada Konstitusiyanın qəbulu məsələsini gündəmə gətirmədi. Daha sonra onlar hakimiyyəti zorla, yəni Azərbaycanın ərazi bütövlüyünün pozulması, Azərbaycanın torpaqlarının işğala düşməsi, xəyanət amillərindən istifadə edərək bu prosesdə böyük əhəmiyyətli rol oynayaraq hakimiyyətə hərbi çevrilişlə gəldikdən sonra da bu məsələləri yada salmadılar və nəticə etibarilə Azərbaycan faktiki olaraq müstəqilliyinin ilk 2 ildən artıq bir dövrünü konstitusiyasız bir fəaliyyət göstərdi. Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə çox sayılı problemlər qalaqlanmışdı. Dövlətçilik, nəinki konstitusiya bütövlükdə dövlətçilik özü itirilmək təhlükəsi ilə üz-üzə idi. Ərazi bütövlüyü bağlı danışmaq doğrudan da kifayət qədər qeyri-ciddi məsələyə çevrilmişdi. Hətta hər tərəfdə bir ağa, hər tərəfdə bir qruplaşma və hər nazirin özünün silahlı bandası və belə bir məqamda Ulu Öndər, bax o sabitliyi, ictimai təhlükəsizliyi sözün əsl mənasında mümkün olduğu qədər tənzimlədikdən sonra, eyni zamanda cəbhə istiqamətində ilk qələbələrimizi elə o dövrdə əldə etdik. Ulu Öndərin rəhbərliyi altında baş pozuq hissələr vahid orduya çevrildi və belə məqamdan sonra Azərbaycan artıq konstitusionalizm istiqamətində real addımlar atmağa başladı. Bilirsiniz ki, Konstitusiya Komissiyası yaradıldı. Həmin komissiyaya ölkənin tanınmış, dəyərli nüfuz sahibləri, hüquqşünaslar, qeyri-hüquqşünaslar isə ölkədə o milli ənənələri, dəyərləri qanunvericilik bazisinə oturda biləcək güc, imkan sahibləri sözün əsl mənasında mənəvi cəhətdən hər biri Konstitusiya Komissiyasına daxil oldu və Ulu Öndər elə 95-ci ilin noyabrın əvvəllərində Konstitusiya Komissiyasının sonuncu iclasında Konstitusiyanın artıq hazır layihə mətni ilə ifadə etmişdi ki, buradakı cümlələrin hər birinin altında mən imza ata bilərəm. Və müstəqil Azərbaycanın ilk konstitusiyası bu formada ümumxalq müzakirəsinə çıxarıldı və xalq da birmənalı şəkildə dəstəklədi. Biz konstitusiyamızı qəbul edərkən çox əsrlik dövlətçilik ənənələrimizə söykənmişik və çox əsrlik dövlətçilik ənənələrinin üzərində dayanmışıq. Və Azərbaycan konstitusiyasını qəbul edərkən əvvəlki dövrün, ən azından müstəqilliyin ilk dövrlərindəki o hakimiyyətlərdən fərqli olaraq tariximizin hər bir dövrünə hörmətlə yanaşmışıq. Məsələn, biz birmənalı şəkildə ifadə etmişik ki, ötən dövr də bizim tariximizdir və təsadüfi deyil ki, hələ daha öncəki konstitusiyamız, 78-ci il konstitusiyasına, Sovet Azərbaycanı konstitusiyasına biz arxa çevirmədik. Əksinə, ötən dövrlərin bütün müsbət təcrübələri insan hüquq və azadlıqlarına yönələn, dövlətimizin inkişafına, dövlətçiliyimizə, xalqımızın vahidliyini ifadə edən bütün istiqamətlərin biz birmənalı şəkildə istifadəsinin tərəfdarı olduq və nəticədə konstitusiyamızı qəbul etdik və bu konstitusiya sonraki dövrlərdə nəinki Azərbaycanda hüquq islahatlarının təməli oldu, eyni zamanda dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün bir sözün əsl mənasında start nöqtəsi oldu. Biz konstitusiyada ali niyyətlər bəyan etdik. Həmin ali niyyətlər sonraki inkişaf tempimizin və inkişaf kursumuzun əsası oldu. Eyni zamanda ali niyyətlərlə biz bütün dünyaya bəyan etdik ki, biz müharibə arzulayan dövlət deyilik. Konstitusiyamızın 9-cu maddəsində bunu ifadə etdik ki, biz başqa dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qəsd vasitəsi kimi qətiyyən müharibəni rədd edirik. Həm də bizim üçün ərazi bütövlüyü və suverenlik əsas şərtdir, mübahisəsiz. Biz özümüzə layiq görmədiyimizi, özümüzə rəva görmədiyimizi heç bir dünya dövlətinə, heç bir xalqa arzulamırıq.
və təbii ki, özümüzü müdafiə etmək hüququmuzu özümüzdə saxlamaqla. Digər tərəfdən biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya dövlətləri, xalqları ilə sülh əmin-amanlıq şəraitində yaşamağı ali niyyət kimi bəyan etdik. Məhz Ulu Öndərin bu tezisləri, bu direktivlərinin Azərbaycan Konstitusiyasına oturuşması sonraki dövrlərdə çox vacib dövlətçilik mərhələlərini addamağımıza gətirib çıxardı. Ana qanunda mütləq islahatlar da tələb olunan məsələlərdən biridir. Bu, yeni dövrün çağırışlarına uyğunlaşmaq. Cəmi 3 dəfə, 30 il ərzində 3 dəfə səhv etmirəmsə dəyişiklik olubdur. Bəli. Bax, bu çağırışlara qarşı necə Azərbaycan Konstitusiyası həmin o demək yenilikləri özündə əks etdirə bilib? Çox maraqlı məqamlara toxunuldu. Həm Seyfalı Paşa müəllim, həm çox hörmətli müəllimimiz Rahim müəllim. Bir məqamı qeyd edim. Bəli, istənilən qanunvericilik aktı, istənilən normativ akt bir mənalı şəkildə dəyişən münasibətlərə adekvat reaksiya verməlidir. Əks halda həmin norma ölü normaya çevrilə bilər. Amma Azərbaycan Konstitusiyası o qədər mükəmməl hazırlanıb ki, ötən dövr ərzində dəyişən münasibətlərə reaksiya verilməsi və verilməsi nəticəsində dəyişən müddəaların heç biri əslində dəyişməsəydi də belə əhəmiyyətini köklü şəkildə itirib ölü normaya çevrilməyəcəkdir. Biz sadəcə təkmilləşdirməni apararaq bu addımları atmışıq və bundan sonra da təbii ki, təkmilləşdirmə davam edəcək bu və ya digər formada və bir daha deyirik, biz Ulu Öndərin o ifadəsi ki var, hər ifadənin, hər cümlənin altından imza ata bilərəm, bunun doğrudan zaman keçdikcə şahidi oluruq. Burada mən başqa bir məqama da toxunmaq istəyirəm. Təbii ki, zaman ötür, qarşıya qoyulan niyyətlər, prioritetlər dəyişə bilir. Azərbaycan Konstitusiyasının ilk ali niyyət olaraq, biz dövlətin məqsədləri yox, birbaşa ilə ali niyyətlərimizi ifadə edirəm. 6 ali niyyətimizdən biri ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi qorumaq idi. Mən rejissorumuza xahiş edəcəm, indi Konstitusiyanın preambulasındakı əsas o müddəaları ekranlara gətirsin, biz onun üzərindən şərh edək. Bəli. Və biz yeri gəlmişkən Konstitusiyada suverenlik ilidir. Suverenliyin bərpasından sonra bu məsələ xüsusilə təbii ki, aktuallaşdı. Söhbət nədən gedir? Bəli, Konstitusiya həm də suverenlik aktı kimi qəbul olunur. Bax, indi burada da qeyd olunduğu kimi Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşu təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Əsas preambula hissəsi, bəli, buna istinad edirik biz. Çox vacib bir məqam ilə bu ekranda qalsa çox da gözəl olar. Deməli, ötən dövr ərzində biz baxa bilərik ki, təsəvvür edin, Azərbaycan prezidenti Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq elə Ulu Öndərin öz dövründə də bu konstitusiyon niyyətlərimizə doğru biz prosesləri ilmə toxunmasına nail olmuşuq. Məsələn, biz 94-cü ildə Konstitusiya Komissiyası işə başlayarkən, 95-ci ildə komissiya artıq fəaliyyətini yekunlaşdırıb, konstitusiyamız qəbul edildikdən sonra bu niyyətlərin çoxuna bizim üçün doğrudan da əlçatmaz görünə biləcək bir situasiyada idik. Məsələn, ərazi bütövlüyü məsələsi bütün dünya az qala bizə qarşı birləşmişdi ki, itirilən ərazilərinizdən, o itkilərdən barışmalısınız. Və yaxud da ki, vətəndaş cəmiyyəti institutları adı altında bizə sonraki dövrdə biz həmin o nəticələri, pis nəticələri Gürcüstan nümunəsində, digər ölkələrin nümunəsində gördük. Vətəndaş cəmiyyətinin bərqərar olması adı altında bizə yad ünsürləri, burada marionetləri, 5-ci kolon ünsürlərini az qala yerləşdirmək istəyirlər. Yəni, bütün bu dövr ərzində konstitusiyon niyyətlərimizə, milli mənafelərə, xalqın maraq və mənafelərini təmin etməklə o qədər ustalıqla Cənab İlham Əliyevin Azərbaycanı o istiqamətdə apardığına şahidlik etmişik ki, və nəticə etibarilə bilirsiniz, bunlar kompleks proseslərdir. Azərbaycan Konstitusiyası, bax, qeyd etdiyim kimi, biz ərazi bütövlüyümüzü bərqərar etməklə, separatizmə son qoymaqla, sərhəd bütövlüyümüzü təmin etməklə suverenliyimizi bərqərar etdik. Bu, Konstitusiyanın ilk niyyətinin tam təmin oldu. Bəli, 2023-cü il antiterror əməliyyatları zamanı da əsas məqsəd əslində Konstitusiyanı bütün ölkə ərazisində təsbit etmək, yəni bərqərar etmək. Əsas məqsəd bu idi və buna da nail olundu. Sırf bəli, suverenliklə bağlı istərdim, çünki demək, həm suverenlik Konstitusiya ilində mən düşünürəm ki, bunu xüsusi şərh etməliyik. Çünki ondan sonra məhz Azərbaycan bayrağı tam şəkildə, yəni suverenlik bərpa olunduqdan sonra bütün ölkə ərazisində yəni ucaldıldı və dalğalandı. Suverenlik ifadəsi öz müqəddəratını təyin etmək və öz idarəetmə formasını müəyyən etməkdə etibar olunur xalqlar üçün. Azərbaycan ərazisi hələ etiraf edək ki, Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrə çıxmaq şərti ilə
ötən dövr ərzində, istər Çar Rusiyası dövründə ermənilər ora köçürüldükdən sonra, sonraki Sovet dövründə, elə müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər Azərbaycan faktiki Qarabağ və üzərində, Xankəndi üzərində əsaslı, köklü təsir imkanına malik olmayıb. Baxmayaraq ki, bizim beynəlxalq hüquqla tanınmış ərazilərimiz idi. O bölgədə biz idarəçiliyə xüsusi qarışa bilməmişik. Daha yuxarıda olan, bizdən zəifliyimizdən istifadə edən, bir zamanlar isə asılı olmağımızdan istifadə edən daha güclü əllərin sayəsində Cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərqərar etməklə, konstitusiyon niyyətimizi bərqərar etməklə sözün əsl mənasında Azərbaycanı suveren bir gücə çevirdi. Bundan əvvəl biz tam müstəqil iqtisadi gücə çevrilmişdik, tam müstəqil siyasi gücə çevrilmişdik. Amma suverenliyimizin təmin olunması, o yarımçıqlığı bərpa etdi və Azərbaycanın bir mənalı şəkildə bütün dövlət atributları bugün beynəlxalq hüquqla tanınan sərhədlərimiz daxilində müstəsna və yeganə hüquqi qüvvəyə malikdir. Əlbəttə ki, bu dəyişən reallıqdır. Bu reallıq bizim gözümüzün qarşısında dəyişir və bir daha deyirəm, tarixi proseslərin təbii axarında bu proseslər baş verməyib. Bu proseslər gərgin əməyin nəticəsidir. Bu proseslər uğurlu siyasi kursun nəticəsidir. Bu proseslər dövlətçilik ənənələrinin sağlamlığının və davamlılığının təmin olunmasının nəticəsidir. Son olaraq mən bir məqamda deyim, hazırki nitqimdə. Deməli, biz Konstitusiyamızın 8-ci maddəsində ifadə etmişdik ki, Azərbaycan Respublikasının prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir, Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyinə təminat verir, beynəlxalq hüquqla üzərimizə götürdüyümüz öhdəliklərin qarantoru kimi çıxış edir. Bax, belə bir məqamda ötən dövr ərzində güclü, müstəqil Azərbaycanın biz baxsaq tarixin heç bir dövründə, bəli, bir dövlətin başçısı, bütün dövlətlərin, bura fərq etməz, heç bir dövlətin başçısı öz xalqının konstitusiyon niyyətlərlə ifadə olunan formatda nə vahidliyinin təcəssümünə çevrilə bilməyib. Təbii ki, bunu arzulayanlar da çox olub, bu istiqamətdə cəhdlər göstərən də çox olub. Amma reallaşdırmaq bu sözün əsl mənasında konstitusiya və suverenlik ilində Azərbaycan xalqının ən böyük uğuru sayılmalıdır. Təyyarə qəzası ilə bağlı konkret olaraq burada təbii ki, Azərbaycanı maraqlandıran əsas məsələ məhz Zəfər paradının, daha doğrusu Zəfərin 5 illiyi ilə bağlı paradda iştirak etmək üçün gələn bilirik ki, hərbiçilər idi və birbaşa bu məsələ ilə bağlı aidiyyatı olan hərbiçilərdən söhbət gedirdi. Qəza ilə bağlı sizin fikirləriniz nədən ibarətdir? Əlbəttə, təyyarə qəzası bu faciəli haldır. Bilirsiniz ki, elə ilk dəqiqələrdən etibarən Azərbaycan dövləti Cənab İlham Əliyevin simasında özünün məsələ ilə bağlı narahatlığını, özünün kədərini ifadə edib. Cənab Prezident Türkiyə ilə həmkarı ilə əlaqə saxladı. Daha sonra Azərbaycanın aidiyyatlı dövlət orqanları, o cümlədən təmsil etdiyim parlamentin rəhbərliyi Türkiyə ilə həmkarı ilə bu istiqamətdə onların dərdinə şərik olduq. Bilirsiniz, Azərbaycan hərbi paradı ilə sözün əsl mənasında dünyaya bir nümunə göstərdi. Azərbaycan bölgədə yeni bir gücün imkanı meydana çıxdığını bir daha ortaya qoydu və bunların fonunda hansısa ünsürlər, hansısa detallara, hansısa istiqamətdə xoşagəlməz məqamlara söykənməyə arzulayaraq prosesə müəyyən kölgə salmağa cəhdlər edəcəyini biz düşünürdük. Amma təbii ki, indi bu təyyarə qəzası da onlar üçün göydən düşmə oldu. Arzuladıqları bir məqam oldu. Amma ilk növbədə ondan qeyd edim ki, biz konstitusiyaya yer yoxdur. Bir mənalı şəkildə hadisələrə real qiymət verilməlidir. Baxmayaraq ki, Azərbaycan və Rusiya arasında bilirsiniz ki, müəyyən bir problemlərə yol açdı, gərginliklərə yol açdı. Buna baxmayaraq Azərbaycan tərəfi açıq şəkildə ilk andan həmin sübutları biz göstərdik, ictimaiyyətə nümayiş etdirdik ki, baxın, kənar təsirlər var. İndi müxtəlif versiyalar atırlar. Güya təyyarədə terrorçu olub, təyyarəyə partlayıcı qoyublar və yaxud da təyyarə yerdən vurulub. 3 yerə bölünməsi məsələsi var ki, bəli, o müəyyən suallar. İndi bunun texniki detallarını əlbəttə ki, aidiyyatlı mütəxəssislər daha yaxşı deyə bilər, amma ən azından sadə məntiqdir ki, əgər təyyarədə partlayış olsaydı, təyyarə bu vəziyyətdə yerə düşə bilməzdi, bu bir. İkincisi, əgər təyyarə yerdən vurulsaydı, o izlər ən azından gövdədə qalardı, necə ki, Azalın təyyarəsində qalmışdı. Ona görə də haqlı olaraq biz daha çox təyyarənin köhnəlməsi ilə bağlı versiyanın üzərində dayana bilərik. Çünki yayılan məlumatlardan da göstərir ki, axırıncı dəfə 2020-ci ildə təmir olunub və bir də ola bilsin ki, təyyarənin içindəki aidiyyəti yükləri, bilirsiniz ki, həmin təyyarə F-16 hissələrini daşıyırdı və həmin təyyarənin içindəki yüklərin bərk edilməsində problem var və ya prosesin gedişində bu versiya var. İndiki məqamda bu versiyaların üzərində dayanmaq lazımdır, amma istənilən halda hadisə araşdırılır. Azərbaycan tərəfindən bu proseslə bağlı Azərbaycan tərəfindən hər hansı formada təqsiri, hər hansı formada laqeydliyi, hər hansı formada prosesə yol açan bir günahı yoxdur.
Çünki həmin hərbçilər birbaşa paradda iştirak etməyiblər. Onlar texniki xidmət göstərmək üçün buradaydılar təyyarələrə. Gəncə hava limanının ərazisini tərk etməyiblər. Orada aidiyyatı iş sektorundan kənarlaşmayıblar. Görüntülər də var. Ümumiyyətlə təyyarəyə yaxınlaşma olmayıb. 24 saat ərzində təyyarə bir mənalı şəkildə kamera görüntülərinin müşahidəsində olub və bu mənada ona görə boş və istiqamətdə çıxışlar, müxtəlif versiyalar bunlar ancaq vəziyyəti ümumi gərginləşdirməyə, bu və digər formada xoşagəlməz bir situasiyanın yaranmasına xidmət edir.